Salam uşaqlar, mən Səadət müəllimə. Sizə kimya və biologiya fənnini tədris edəcəm. Bugün isə 7-ci sinif yeni biologiya dərsindən 1-ci bölmə 6-cı mövzu olan bakteriyalar mövzusunun tapşırıqlarının izahına baxacağıq. Elə isə keçirilək suallara. Öyrəndiklərinizi tətbiq edin. Otaq temperaturu şəraitində 1 stəkan çiy süddə 1 saatda təxminən 800 bakteriya əmələ gəlmişdir. Əgər bu bakteriyalar hər 20 dəqiqədən biri bölünərsə, onda 1 saat əvvəl süddə neçə bakteriya olub? Biri bölünəndə ikisi əmələ gəlir. 800-lə 400. Deməli 400 bölünüb. Sonra hər 20 dəqiqədən bir deyirsə, burada 400, 200, bu da 100. 20 dəqiqədən biri bölünmələr nəticəsində. Deməli 100 bakteriya olubmuş. Bunu bildik. Bu sualımızın cavabı 100'dür. Sonra müzakirə edindəki suallara baxaq. Deyir ki, sizcə bakteriyaların sürətlə çoxalması insan üçün faydalıdırmı? Fikrinizi əsaslandırın. Faydalı bakteriyalardan olan torpaq bakteriyalarının çoxalması faydalıdır əlbəttə ki. Bunu qeyd elədim. Həm də dedim. Asan bir şey dərsdən oxuyub bilə bilərsiniz. Keçək ikinci suala. Yer üzərindəki bakteriyaların məhdudiyyətsiz çoxalması nəyə gətirib çıxarardı? Əlbəttə ki, onlar öz kütləsindən 30 dəfə çox qida qəbul edir deyə məhdudiyyətsiz çoxalsalar, qida qıtlığına səbəb olarlar. Təbiətdə bakteriyaların sürətlə çoxalmasının qarşısını hansı amillər alır? Çox aşağı yaxud çox yuxarı temperaturda olanlar ultrabənövşəyi şüalar. Bu çox sadədir, bunu da qeyd edirsiniz. Bu arada nə üçün çox sadədir deyib keçirəm üstündən? Çünki sadəcə dərsdə olanlardır. Necə? Adı öyrəndiklərinizi tətbiq edin. Yəni bunu siz oxuyub da yaza bilərsiniz. Amma oxumusunuz, mənimlə möhkəmləndirmək, mənimsəmək istəyirsinizsə, mən də sizin üçün təkrar şəkildə həm oxuyuram yazdığımı, həm də qeyd edirəm ki, görəsiniz. Öyrəndiklərinizi yoxlayın, qrafik nəzərdən keçirin, suallara cavab verin. Bakteriyaların çoxalması nədən asılıdır? Qidalanmasından və temperaturdan asılıdır. Bunu yazmışam burada. Sonra hansı şəraitdə çoxalma sürəti çox yüksəkdir? Nə üçün? Baxın, biz çoxalma sürətinin yüksək olmasını nə ilə baxacağıq? Deməli, qısa müddətdə çox mikroorqanizmlərin əmələ gəlməsinə. Ona görə də hansı şəraitdə baxaq? Qısa müddətdə ən çox hardadır əmələ gəlmə? Ən çox bu 30 ilə 20 dərəcə olan yerlərdə deyil. 30 ilə 20 dərəcə olan yerlərdədir. Amma biz qısa saatı seçək də, onun ortalaması burada. Deməli, 30 dərəcə 12 saatda. Çoxalma sürəti daha çox yüksəkdir. Bugünlük dərsimiz bura qədər. Gələn videolarda hansı dərslərin, test nümunələrin, tapşırıqların izahını istəyirsinizsə, şərh bölməsində qeyd etməyiniz kifayətdir. Gələn dərslərdə görüşənədək. Sağ olun.